Gəlmişik bu günləri Expo Centra, dayım oğlumun yarışmasına. Qarabağ Kuboku aşpazlıq yarışması keçirdilər. İlk öncə sərgilərə keçməmişdən qabaq başqa satışlar və sərgilərlə maraqlanırıq. Burada çox şirkət öz mallarının tanıtımını edir. Bakılı sənətkarımız Bəhram Bağırzadə də öz kitablarını satır. Daxili İşlər Nazirliyi polislərin də geyimləri və maşınları burada sərgilənir. Almaniya şirkəti də var. Bayrağıva quzu kəsərəm. Vaxt itirmədən keçək aşpazlıq yarışmasına. Bu mənim dayım oğuldur. Səudi Ərəbistana da bu kişini aparmışdım, oyun çıxardırdıq. Yarışmada 3 çeşid yemək hazırlanmalıydı və cəmi 1 saat vaxt vermişdilər. Bu dayım oğlumun hazırladığı starter yeməyidir. İşini bitirdikdən sonra yoldaşlarına kömək etdi. Şirniyyatı Tutu xanım hazırlayır, ana yeməyi isə Cəmil şef. 4 dəqiqə vaxtları qaldı. Ana yeməyidə qızarılmış ləvəngi və ət var. Şirniyyat olaraq isə kremli halva. 1 saat sonra yeməklər hamısı bitdi. Yemək təqdimatı üçün bu kağızdan üzərindəki rəsmlər isə mənim əl işimdir. Bu qardaşımız isə komandanın lideri İlxan şefdir. 91.8 balına qızıl medalı qazanan komanda Şef Kubo. Birinci yer münasibəti ilə dayım oğlu və komandasını təbrik edirəm. Mən də səhifəmdə maraqlı yeməklər bişirirəm. Qaçırmamaq üçün səhifəmizi izləməyi unutmayın.